Çox streslisən? Stres sözünü eşidəndə ağlınızdan nə keçir? Düşmən, qaçmaq lazım olan bir bəla, kaş ki heç olmasaydı, elə deyil? Amma dayan, bu tam da belə deyil. Stres həmişə düşmən deyil. Əslində o düzgün istifadə edildikdə beynimizin ən güclü mühərriki ola bilər. Elmi araşdırmalar göstərir ki, aşağı və orta səviyyəli stres işləyən yaddaşınızı və diqqətinizi gücləndirə bilər. Bu, beyni oyadan, diqqəti fokuslayan qısa bir açardır. Lakin uzun müddətli xroniki stres fərqlidir. O, kortizol hormonunu qaldırır, beynin öyrənmədən məsul olan hissəsini, hipokampı zədələyir. Eyni zamanda da sinapsları da zədələyir. Nəticədə yaddaş və diqqət sönməyə başlayır. Əsas məsələ bilirsiniz nədir? Problem stresin varlığı deyil. Problem stresin miqdarı və müddətindədir. Yerkes-Dodson qanununa görə orta həyəcan ölçülü stres performansımızı yüksəldir. Lakin həddindən artıq həyəcan isə performansımızı dağıdır. Qısa ölçülü stres beyni oyadır, yaddaşı möhkəmləndirir. Amma uzun, fasiləsiz və nəzarətsiz stres isə beynimizi yorur, sinapsları zədələyir və yaddaşımızı zəiflədir. Məqsədimiz stresi bizim enerjimizə çevirməkdir. Bəs bunu necə eləyək? Beyninizi idarə etmək üçün 4 sadə vasitə sadalayacağam. Bunları eləsəniz stresinizi nəzarətdə saxlayacaqsınız. Fokuslanmış nəfəs texnikası. 4 saniyə dərin nəfəs al burun vasitəsilə. 4 saniyə qarnın aşağı hissəsindən, yəni diafraqmda saxla və 4 saniyədə ağızdan ver. Bu beyninizə dərhal həyəcanı aşağı sal siqnalını göndərir. İkincisi mikrofasilələr. Hər 25-30 dəqiqə çalışdıqdan sonra 2-3 dəqiqə fasilə edin. Sadəcə ayağa qalxın, su için, ya gözlərinizi yumun. Bu gərginliyi azaltmağa kömək edəcək. Əsas da ovucun içini belə tutub saxlamaq. Üçüncüsü, gündə ən azı 30 dəqiqə orta tempdə hərəkət edin. Bu stres hormonlarını təbii yolla aşağı salan ən əsas vasitədir. Dördüncüsü isə stres səviyyənizi 1-10 bal aralığında özünüz yoxlayın. Əgər 7-dən yuxarıdırsa, bu bir xəbərdarlıqdır. İş yükünü azaltmaq ya da fasilə eləmək vaxtıdır. Stres sizin düşməniniz deyil. Bu qədər sadə və bəsit olan 3-4 dənə texnikanı hər gün yerinə yetirsəniz, stres sizin üçün düşmən olmaqdan çıxıb sizə kömək edən enerjiyə çevriləcəkdir. Unutmayın, orta stres faydalıdır, yəni bizi tənbəllikdən xilas edib hərəkətə keçirir. Amma uzun müddətli stres isə beyni blok edən bir faktordur. Bugün stresi ölçülmüş enerjiyə çevirsəniz, yaddaşınız təkcə dirçəlməyəcək, o həm də parlayacaq. Bəs siz necə? Stresin öhdəsindən gələ bilirsiniz? Fikrinizi şərhlərdə bildirin.